Salam dostlar, videomuza xoş gəldiniz. Əgər sizin kompüteriniz donursa və həddindən artıq yaddaş doludur, ağır işləyir, performansa gecikmələr varsa, bu video tam sizə görədir. Edəsə gecikmədən videomuza keçid edək. Zombie apocalypse. Bu günlər sizinlə kompüterin yaddaşını tam yüngülləşdirmək və 20 GB-a qədər azaltmayı göstərəcəm. İlk öncə ayarlara daxil oluruq. Buradan sistem, buradan sonra depolama. Gördüyünüz kimi burada akıllı depolama seçimi var ki, bu nədir? Avtomatik olaraq alınan boşalt, keçid olan dosyalar, yəni ki, müvəqqəti olan lazım olmayan sənədlərin hamısını avtomatik olaraq kompüterinizdən silir. Bunu aktivləşdirdikdən sonra kompüterinizdəki dəyişikliyi özünüzdə görəcəksiniz. Burada indi isə keçək ikinci addımıza. Windows Read düyməsi vasitəsilə çalışdırır, açırıq. Buradan faiz, temp faiz yazıb tamam basırıq. Bura kompüterinizin keş məlumatları daxil olur. Burada hamısını seçib silə bilərsiniz. Bəzi sənədləriniz var ki, arxa planda belə olsa işlədiyinə görə buradan siləməyəcək. Buna görə də tüm keçədəvələr üçün yap deyib atla vurub. Ondan sonra isə eyni üsulda sadəcə başqa komut yazacağıq. Windows seriyə yenidən daxil oluruq. Preface yazıb davam sözünü vururuq. Burada gördüyünüz kimi keş məlumatlarınız yığılır. Bunda hamısını seçib silməniz tövsiyə olunur. Ondan sonra isə keçək üçüncü metodumuza. Axtarış menüsündə Disk Cleanup və gələn pəncərəni açırıq. Gördüyünüz pəncərədə bütün seçimləri seçirik. Ondan sonra isə tam sözünü vururuq. Bu isə sizin kompüterinizdəki olan disk təmizləməyi istifadə edəcək ki, Windows'un karta raporları, ondan sonra DirectX gölgələndirmə ənbəlliyi, keçici dosya, geri dönüşüm qutusu hamısını təmizləyəcək. Bunu seçəndən sonra tam sözünü vurursunuz və dosyaları sil seçimini edirsiniz. Bir qədər gözlətdən sonra diskimiz təmizlənir. Artıq C diskində yeri azaldı. İndi keçirik son məlumata. Gəldik son metodumuza. Bu nədir? Axtarma menüsündə yenidən daxil oluruq. Bura gəlişmiş sistem ayarlarını görüntülə yazırıq. Bura daxil olduqdan sonra gəlişmiş pəncərəsində performans ayarlarını daxil oluruq. Gördüyünüz seçimlərin içində gəlişmiş seçirsiniz. Buradan dəyişdir vurursunuz. Tüm sürücülərin displaylərini dəyişdirib sistem yönetimli boyut seçirsiniz. Bunun uygulanması üçün kompüterinizi restart verməlisiniz. Bunu uygulayıb tamam vurursunuz. Restartı indi edə bilərsiniz. Sadəcə mən video üçün sonra etməyə vurdum. İndi isə nəticəni sizə göstərim. Mən daxilində 379 GB kompüterimdə boş yer var idisə, indi hal-hazırda 397 GB-a qədər yer artdı. Əgər belə məlumatların davamını istəyirsə kanala abunə olmağı unutmayın. Gələn videoda görüşərik.